Onin Nasır şehrine gelmeyinden sonra Yahya Yahudi biyabanına talim vermeye geldi. O deyirdi: Tövbe ediniz, çünkü gey padişahlığı ki ala tare padişahlıqıdır yaxındır. Bu ala o adamdır ki Eş'ayای peygamber onun barəsində demiş ki: bir adam biyabanına car çəkir ki Rabbin yolunu amada ediniz, onun yollarını diz ediniz. Yahya diyengenden qaba giyirdi. Beli bağısı dərrədən ediyor, خوراکسه ملخ و داغ بالیده. O zaman xalq Urşalim şəhrindən, bütün Yahudiyə vilayətindən və Ordun çayının bütün deyribərindən onun yanına gedirlərdi. Ez günahlarına etiraf edirlərdi و Ordun çayından onun əlindən təmiz quslu tuturlardı. Ama ona ki Yahya girdi ki çok adam Farisi firqasının alimlerinden ve Saduqi firqasının alimlerinden təmid tutmak için onun yanına gelirler, onlara dedi: ey afilerin nesli, kim size huşkar etti ki gelen gazaptan qaçayınız? Pes zindeliğinizde o samarayı ki sabit edir tövbe etmişsiniz girsədiniz. Ez genizde demeyiz biz İbrahim peygamber soyundanıq. Çünkü size deyirəm ki Tarık qadirdir ta bu daşlardan İbrahim için evlatlar bizədən. Hatta ala inne tişe ağaclar rişasına qoyulmuş. Her ağaç ki خوب ثمر gətirməyə kəsələr o ot içine atılar. من size tövbe içe suyla təmid quslu verirəm. Ama o ki məndən sonra gəlir, məndən quvvetlitardır. O ki layık değilim ki onun ayaqqabılarını da getirəm. O size müqəddəs ruh və otla təmid quslu verər. Onun əsası əli nədir o از جاخرمانه تمیز در از بغداسنه آماردا یغر اما سامانه bir korolmayan otanan yandırar.